Bu böyüdük da, yəni əziyyətimizi bu çəkib, bildiniz necə? Zəhmətkeş anadır ana. Bəli, əlbəttə ki. Yəni, nəyinsə əksizliyini hiss elətdirməyib, belə deyə bilərəm. Bugün Nəyinsə Kəmalə çox yoxluğunu. xoşbəxt ki, səndən, özündən böyük oğlu deyil, oğlun özündən böyükdür. Kəmalə, Rəşidi mən şəkildə görmüşdüm. Uşağım gələndən sonra arıqlayıb, o bakılılar demişkən, bilməm, yaxşı baxmırsan, əskərlikdə daha köküydü, yaxşı baxırlar ona. Çox ora-bura qaçır, evdə tapılmır. Aha. Hə, ona görə də yaxşı yeyəndə, amma nə bilim, çox ora-bura qaçır. Rəşid, sən burada olmayanda, əskərdə olun, sənin şəklini biz göstərdik. Mama deyir ki, Rəşid bəzi şeylər deyir ki, mama bunu eləmə, filan eləmə. Olurmu dostlar arasında birə söhbətlər gedəndə birdən bəzən bilmirlər də ki, sən onun oğlusan. Birdən televizorda görəndə filan nəsə belə ya xoş söz deyirlər, ya da başqa bir necə bildirirsən onlara? Mən ümumiyyətcə dost-tanış çevrəsində elə bir tarazlıq saxlamışam ki, ümumiyyətcə bu barədə belə bir söhbət getmir. Yəni, İcazə belədir. vermirsən.